Xəbərə baxırsınız. Toy məclisində başlayan mübahisə qanla bitib. Toydan geri qayıdan Sabirabad sakinlərindən biri digərini bıçaqlayıb. Bu azmış kimi onun başını da qoparıb. Sabirabadın Moranlı kəndində qan donduran hadisə baş verib. Kənd sakini 42 yaşlı Rüstəm Əliyev qətlə yetirildikdən sonra onun başı bədənindən ayrılıb. Qətlə yetirilən şəxsin yaxınlarının sözlərinə görə tərəflər arasında mübahisə dünən axşam Şirvan şəhərində keçirilən toy şənliyində başlayıb. Gərginlik daha sonra Moranlı kəndində davam edib və nəticədə mübahisə faciə ilə yekunlaşıb. Hadisə qətlə yetirilən Rüstəm Əliyevin yaşadığı məhəllənin məhz bu nöqtəsində baş verib. Həmkəndlər arasında yaranan mübahisə sonradan faciə ilə bitib. Toyda olurlar, toydan gələndən sonra indi nə hadisə baş veribsə, nə tər olursa çağırıb bu adamı görüb o cür hadisə baş verib. Hadisədən isə yaxınları səhərə yaxın xəbər tutublar. Gecə saat 1-də baş verib. Mən də səhər ilə yerimdən durmamışdım, telefon zəng elədi. Götürdüm telefonu, dedilər ki, belə bir hadisə baş verib. Doğrudan dəhşətə gəldim ki, bu necə ola bilər, bu nətər hadisədir bu? Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini 33 yaşlı Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV, Sabirabad, Moranlı.